Elvin Cəfərquliyevi görmədik və məndə olan məlumat bu yöndədir ki, o artıq Qarabağın əsas heyətində də görməyəcəyik onu. Mən belə bilirəm. Elvin Cəfərquliyev üçün karyerasının dönüş Səncə nöqtəsidir. yerli klublar, mən artıq Qarabağı demirəm ki, Qarabağ əsas heyətə qayıdacaq. Qarabağdan getsə, yerli klubların hiçbirində onu görmürəm və çox güman ki, qalmayacaq. Yəni, o da çox yaxşı ya yerli klub, ya da legioner həyatı yaşayacaq. Yəni, çox yaxşı təklifləri var əlində. Yəni, Azərbaycanda Qarabağdan sonra gedə biləcəyi yerli klub istənilən halda geriyə addım olacaq da. Yəni, irəli addım atmaq imkanı olduğu müddətdə. Çempionlar Liqasına gedir. Çempionlar Liqası play-offunda oynamış ikinci Azərbaycan komandası var. Yəni, çempionsan 10 dəfə bundan sonra ola bilərsən. Sən harada bilirsən ki, sabah Çempionlar Liqasına hara qədər gedəcək? Bu dəqiqə getməyib də. Yəni, bu dəqiqə ən böyük nailiyyəti Qarabağındır da. Yəni, bax, xüsusilə nəyə görə deyirəm? İndi heç bir təklif olmasa, əlbəttə ki, harası getməli olacaq da, Azərbaycanda oynamalı olacaq. Amma irəli addım atmaq şansı olduğu müddətdə geriyə addım atmaq, məncə, ən azından yumuşadıcı məntiqsizlik olar. Onda düşünürsən ki, legioner həyatı yaşayacaq. Ümid edirəm hətta buna, ümid edirəm. Ümid edirəm ki, ümumiyyətlə mümkün deyil ki, ona təkliflər olmasın. Qaydacaq. Heç inandırıcı görünmür. Yox, əminəm ki, var. Yəni, mən ona görə əminliklə danışıram. 100% var. Çempionlar Liqasının play-offunda Newcastle gol vuran, 2 gol vuran futbolçudan biz danışırıq. Amma Qarabağda olmayacaq, yəni bunu artıq belə bilək. Mən yenə də gözləyirəm. Yay gözləməyə dəyər məncə, toplanıcı gözləməyə dəyər. Sən amma inamın var. Toplanıcı. İstəyirəm də, yəni bir tərəfdən əlbəttə ki, istəyirik ki, legioner karyerası yaşasın. Amma belə bir imkanı olmayacaqsa, Qarabağda qalması və Qarabağın, ölkəmizin bu dəqiqə ən yaxşı futbolçusunun ölkəmizdə öz klublarımıza fayda verməsi də çox gözəl olardı, əlbəttə. Niyə də yox? Məncə artıq Qarabağın əsas komandası olmayacaq və Qarabağa fayda verməyəcək, amma hər halda biz yaşayarıq, görərik mövsümün gedişini, daha doğrusu mövsüm artıq başa çatır və görək hara transfer olunur Elvin Cəfərquliyev bu haqda.